Bugün biz Xankəndindəyik. Bərdəran Mərkəzi Xəstəxanasına kollektiv olaraq. Bu bizim buraya ilk gəlişimizdir. Bütün kollektiv olaraq. Bu bizim üçün çox tarixi bir andır. Torpaqların düşmən tərəfindən zəbt olunma dönəmini də yaşadıq. Sonradan qalib bir dönəmi, işğaldan azad olunma dönəmini də yaşadıq. Dolayısıyla üzünü həm sevinci bir anda yaşamış bir topluluq olaraq, bir gənclik olaraq bizim üçün bu tarixi anlar tamam fərqli bir anlam daşıyır. Mən başta Cənab Prezident olmaqla bütün Azərbaycan xalqına, bu işdə əməyə keçən bütün Azərbaycan oğullarına, özəlliklə şərəfimiz, sədaqətimiz deyərək canları ilə, qanları ilə bu torpaqlara, vətən torpaqları qanları ilə yolaraq vətənə çevirən bütün təyinatlı qüvvələrə və bütün ordu silahlı qüvvələr mənsublarının qarşısında baş əyirəm, şəhidlərimizin qarşısında baş əyirəm, onların ailələrinə, onları yetişdirən anaların əllərindən öpürəm. Evlatlarına uzun ömür, can sağlığı arzulayıram. Bu günləri bir kollektiv olaraq burada yaşamaq, burada gəzmək, Xankəndində əsl Azərbaycan vətəndaşlarının bu gün şəhərin hər yerində olmasını görmək tamam fərqli bir duyğudur. Və hissləri sanki belə deyim, o həyəcandan hissləri insan anlada bilmir həqiqətən. Daha fərqli bir, sanki yuxudaymışıq, sanki yuxudayıq bir gerçəkləşmiş bir rüyadır kimi gəlir insana. Bir daha bütün xalqımızı bu əmanətə alınmış, bizə vətən olaraq verilmiş bu əmanətə sahib çıxmağa səsləyirəm. Bildiyimiz kimi Qarabağ Universiteti açılır, bir çox müəssisələr burada fəaliyyətə başlayacaq. Bütün xalqımıza xeyirli, uğurlu olsun deyirəm. Yaşasın bütün Azərbaycan, yaşasın bu Azərbaycana başçılıq edən komanda. Qarabağ!